İslam dini ol merhametlilik. İslam dini ol rahmetlilik. Cəmiyyət məscidində Tatarstan Respublikası müsəlmanlarının Diniyə Nəzarəti Müslim Mühtəsibəti tarafından ötkərilən kurslarga 19 fevraldan başlap diləyən hər kişi yürüy alğan. Atnağa bir taqır uzdırılğan uçraşularda nərsə ol İslam, İslamның birinci bağanası, namaz, taharət, uraza tutu həm zəqət tülәv, halal, haram həm hac məsələləri qaralğan. İslamның birinci adımları degan proyekt başqarılıb kile. Həm indi şul proyektda indi biz xalqqa 5 dərsdə İslam dininin motorluğun, onun kıymetliğin, hem nerse en ehemmiyetlisi, mene şuşalar turunda kişilerini jiyip, şunun bilen sileşe, biz engeme qarabız. Okullar iratlar hem xатын kızlar için ayrım uyuşturulgan. İratlarga müslim, avul meşitler, imamları dersler bergen, xатын kızlarını ise Gülsüne Sahbettinova okutkan. Kurslarda teoriya gına tugul, praktikada öğrenilgen. Müslüman 5 eybirini öterge tiyişinde, en birinci iman kütürü, namaz oku, uraza tutu, hoş kılı, hem eğer deyinde mümkünlüğü bulayken zekat tülüv. Müslümi bizde min eytir idim, Kubeye bara iman kitirgen kişiler. Kurslarning soңгы günündə İmam Hazret Sunqatullin Allaha Teala'nın rəhmətli düşüncəsini anlatıp vağaz okudu. Qatnaşıcılar Hazretə qızıqsındırğan sorularını berdiler. Tanlauçularının bilimlərini tekşiru interaktiv formada uzdu. Hər kişiyə kursların özü turunda şahadətnamələr, istəlik böləkləri tapşırıldı. Uçraşu məclisi Qur'an aşı ilə tamamlandı. Nayla Salahova, Dinar Nurtinov, Müslim televideniyası.